Əziz və dəyərli izləyicilər, sizlərlə yenidən birlikdə olan mən Usta İlkin. Bugün sizlərə ECA kombisində 07 xətası verirsə, nə etməniz lazım olduğunu təqdim edəcəyəm video vasitəsilə. Ümumiyyətlə, F07 ECA kombilərdə nə xətasıdır, onun haqqında məlumat verim sizlərə. Suyun təzyiqinin aşağı düşməsini bildirir. Əgər kombimizdən uzun müddət istifadə etmədikdə və yaxud hər hansı bir sızıntı olduqda kombi sistemində və kombimizin daxilində yerləşən hava genləşmə çəninin havası bitdikdə və yaxud sıradan çıxdığı zaman F07 xətası verir. F07 xətasını necə aradan qaldıra bilərik? Kombimizin altında yerləşən mavi vintil və yaxud qara vintil vasitəsilə kombimizin suyunu yarım etdiyimiz zaman kombimiz öz-özünə işlədiyini görəcək. Əgər sizin kombiniz F07 xətası verirsə, İlk olaraq kombinizi özünüz bu xətadan çıxarda bilərsiniz. Mavi vintil vasitəsilə suyunu yarım etdiyinizdə işləyəcək. Əgər bu hal tez-tez baş verdiyi zaman bizim servis əməkdaşları ilə əlaqə saxlaya bilərsiniz. Yaranmış problemi aradan qaldıra bilərik. Zəhmət olmasa videomuzu bəyənib, qaydedib paylaşın ki, daha çox insan bu məlumatlandırsın, yəni məlumat olsun bu video vasitəsilə. Çox sağ olun. Hörmətli izləyicilərimiz, ECA kombisidir. ECA Geros Plus'dur. F07 xətası veribdir. Bu kombinizdə suyun azlığını bildirir. Görürsünüz 0.0 bar. Yəni bu biri keçməlidir ki, kombimiz işləsin. Bunu necə edəcəyik? Bunu artırmaq üçün kombimizin altında mavi rəng vintil var. Vintil vasitəsilə su daxil edəcəyik. Kombimiz içə düşdü, işləyir indi.